Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf eləyək. Dekabrın 1-dən 7-sinə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik. Qoç bürcü, həftənin əvvəlində enerjiniz yüksələcək və yarımçıq qalan işləri tamamlamanız asanlaşacaq. Qarşılaşdığınız kiçik gərginliklərə rəğmən qərarlılığınızla hər şeyi yoluna qoyacaqsınız. Ailə içində yeni planlar gündəmə gələ bilər. Uğurlu günlər 2-6 dekabr, uğursuz gün 4 dekabr. Boğa bürcü, bu həftə daha çox maddi məsələlər və praktiki işlərlə məşğul olacaqsınız. Sakit və düşünülmüş addımlar sizi uğura aparacaq. Münasibətlərdə qarşı tərəfin duyğularına daha çox diqqət yetirməyiniz harmoniya yaradacaq. Uğurlu günlər 1-5 dekabr, uğursuz gün 3 dekabr. Əkizlər bürcü, görüşlər, yazışmalar və vacib qərarlar üçün məhsuldar bir həftə sizi gözləyir. Yeni təklif və ya maraqlı tanışlıq gündəmə gələ bilər. Düşünmədən danışmaqdan çəkinin. Yanlış anlaşılma mümkündür. Uğurlu günlər 3-7 dekabr, uğursuz gün 5 dekabr. Xərçəng bürcü, həftə emosional baxımdan yüngül, gərgin başlaya bilər, lakin sonradan hər şey sabitləşəcək. Ev və iş arasında balans tapmaq önəmlidir. Ailə üzvlərinə dəstək olmaq münasibətləri daha da möhkəmləndirəcək. Uğurlu günlər 2-6 dekabr, uğursuz gün 4 dekabr. Şir bürcü, özünüzü diqqət mərkəzində hiss edəcəyiniz bir dövr başlayır. İşlə bağlı yeni məsuliyyət verilə bilər və bu gələcək uğurların əsasını qoyacaq. Sevgi həyatında canlanma mümkündür, amma tələsik reaksiyalardan qaçın. Uğurlu günlər 1-3 dekabr, uğursuz gün 5 dekabr. Qız bürcü, planlama və təhlil bacarığınız bu həftə xüsusi rol oynayacaq. İşdə kiçik dəyişikliklər sizi narahat etməsə, nəticə müsbət olacaq. Sağlamlıqda yüngül yorğunluq mümkündür. İstirahət vacibdir. Uğurlu günlər 2-7 dekabr, uğursuz gün 4 dekabr. Tərəzi bürcü, həftə ərzində balanslı davranmaq çətinləşsə də, diplomatiyanız sayəsində çətin vəziyyətləri asanlıqla idarə edəcəksiniz. Yeni fikir və təkliflər sizi həyəcanlandıra bilər. Münasibətlərdə səmimi dialoq vacibdir. Uğurlu günlər 1-6 dekabr, uğursuz gün 3 dekabr. Əqrəb bürcü, dərin düşüncələr və yeni qərarlar üçün əlverişli bir həftədir. Pul məsələlərində diqqətli olsanız, kiçik qazanc əldə edə bilərsiniz. Sevgidə isə anlayış və qarşılıqlı hörmət ön plandadır. Uğurlu günlər 2-5 dekabr, uğursuz gün 4 dekabr. Oxatan bürcü, səyahət, təhsil və şəxsi inkişafla bağlı fürsətlər gündəmə gələ bilər. Həftə ortasında motivasiyanız artacaq. Dostlarla bir araya gəlmək ruhunuzu yüngülləşdirəcək. Sevgidə yeni addım atan oxatanlar müsbət cavab ala bilərlər. Uğurlu günlər 1-7 dekabr, uğursuz gün 3 dekabr. Oğlaq bürcü, bu həftə iş həyatında ciddi məsuliyyətlər sizi gözləyir. Dəqiqlik və nizam-intizam sizə üstünlük qazandıracaq. Ailə ilə bağlı xoş bir xəbər həftənin sonuna doğru gələ bilər. Maliyyədə ehtiyatlı davranmaq vacibdir. Uğurlu günlər 2-6 dekabr, uğursuz gün 5 dekabr. Dolça bürcü, yaradıcılıq və yenilik istəyiniz güclənəcək, işdə fərqli fikirlərinizlə seçiləcəksiniz. Münasibətlərdə soyuqluq hiss olunsa da təşəbbüs göstərmək vəziyyəti düzəldə bilər. Sağlamlığınıza diqqət etmək lazımdır. Uğurlu günlər 3-7 dekabr, uğursuz gün 4 dekabr. Balıqlar bürcü, intuisiyanız bu həftə çox güclü olacaq və doğru qərarlar vermənizə kömək eləyəcək. Yaradıcı sahədə çalışan balıqlar üçün uğurlu bir dövrdür. Sevgi münasibətlərində sakitlik və anlayış ön planda olacaq. Uğurlu günlər 1-6 dekabr, uğursuz gün 3 dekabr.